Salam uşaqlar, dərsimiz n-ci dərəcədən köçdü bu gün. Hamı dəftərini, ruçkasını yanına qoysun. Başlayaq birinci sualdan işləməyə. Demək, birinci sualımızda gördüyünüz kimi qüvvətlər eynidir. Hamısında 5də 1-dir. Məsələn, A bəndi 6 üstü 5də 1. Bunu biz 5-ci dərəcədən 6 yaza bilərik. B bəndi 5 üstü 5də 1-dir. Təbii ki, bu da 5-ci dərəcədən 5-dir. Buradan baxırsınız ki, dərəcələr eynidirsə, demək, içərisi böyük olan təbii ki, böyük. Demək, 5-ci dərəcədən 6, 5-ci dərəcədən 5-dən böyükdür. C bəndi 9 üstü 5də 1-dir. Bu da 5-ci dərəcədən 9-dur. D bəndini yazmıram, ta 5-ci dərəcədən 7-dir. Y bəndi də 5-ci dərəcədən 8-dir. Gördüyünüz kimi ən böyük hansıdır? 9. İndi ikinci sualımıza baxaq. 3 kök 3 üstündə kök 3. Demək, əsas qalır, uşaqlar kök 3-ü vurursunuz kök 3-ə. 3 üstü kök 9 eləyir. Yəni 3 üstü 3. Cavab necə olacaq? 27. Üçüncü misalımıza baxaq. Üçüncü dərəcədən 9 kök 3. Burada da 3 kök 6'dan 3-cü dərəcədən 3. Mötərizəni bağlayırıq kubu. Birinci, mən sizə bu misalı izah eləməmişdən qabaq belə deyim. Qaydanı başa salım ki, kökü necə salırsınız iç-içə, yəni ədədləri necə kökün içərisinə salırsınız, onu öyrədim sonra. Tamam, qarışdıq. Demək, belə eləyirik. 3 kök altında deyək ki, 5-dir. Dərəcə 2-dirsə, 3-ü içəriyə salanda 3-ün kvadratı vurulsun 5 yazırsınız. 3, 3-cü dərəcədən 5 olsa, 3-cü dərəcədən bu 3 içəri girəndə uşaqlar 3-ün kubu vurulsun 5 olur. Əgər 3 4-cü dərəcədən 5 olsa, desəm ki, 3-ü sal içəri, deyəsən 3 üstü 4 vurulsun 5. Yəni dərəcə nədirsə ona uyğun salırsınız, içəri qüvvətə yüksəldirsiniz. Bir də uşaqlar kök altında iç-içə köklər olduqda belə. Demək, köklərin dərəcələri bir-birinə vurulacaq, adı olduğu kimi qalır. Bu bizim qaydamızdır. İndi gəlin bu misalımızı həll edək. Demək, birinci işiniz 3-dür. İçəridəki kökün dərəcəsi 2-dir. 3-ü 2-yə vurursunuz, 6-cı dərəcə yazırsınız. Sonra 9-u salırsınız kökün içinə. Dərəcə 2 olduğu üçün olur 9-un kvadratı vurulsun 3. Keçdik indi aşağıya. Dərəcə 2-dir. 2-ni 3-ə vurduq 6-cı dərəcədən. İndi 3-ü sal bu kökün içinə. Dərəcə 3 olduğu üçün 3 içəri girəndə 3-ün kubu vurulsun 3 olur. Sonra kök altında uşaqlar dərəcələr eynidirsə, ixtisar edə bilərsiniz. Bizdən bu 3 ilə bu 3 ixtisar getsin. 9-un kvadratı 81-dir, 3-ün kubu 27-dir. 81 ilə də 27 gedir. 6-cı dərəcədən 3 qalır. Mötərizəni bağlayırıq, üzərində də kub var. 6 ilə 3-ü ixtisar edirsiniz. 2 qalır burada. Təbii ki, 2-ni yazmazlar. Elə o 2 kök 3 deməkdir. Yaxşı, bir dənə də 4-cü sualımıza baxaq. 2, 6-cı dərəcədən 4 kök 2. Burada da 4-cü dərəcədən 8, 3-cü dərəcədən 4-dür. Yenə bənlə bir yerdə işləyək. Demək, bu 2 ilə işiniz yoxdur. Kökün dərəcələrinə baxın. Biri 6-dır, biri 2-dir. Vurdum, 12 yazdım. İndi 4-ü salıram içəriyə. Dərəcə 2 olduğu üçün olacaq 4-ün kvadratı vurulsun 2. Aşağıya baxaq. Dərəcələrimiz neçədir? Biri 4-dür, biri 3-dür. 12-ni yazdıq. 8-i salın kökün içinə. 8-i salanda kökün içinə 8-in kubu vurulsun 4 olur. Sonra uşaqlar köklərə fikir verin. Dərəcələr ikisi də 12-dir. 12 olduğu üçün ixtisar edə bilərsiniz. Demək, necə yazaq? Məsələn, bu 8-in kubunu mən 8, 8, 8 yazıram. Əslində 2 əsasa gətirə bilərəm. Prosto belə eləyirəm, da rahat olsun. 4-ün kvadratı eləyir 16, düzdür? Burada məsələn, bu 16 ilə buradan 8-lərin birini ixtisar edeyim. Burada qalsın 2. 2-ni də 2-yə vuranda 4 eləyəcək. Bu 4-də ixtisar getdi. Demək, yuxarıda bir dənə 2 qaldı. Aşağıda 12-ci dərəcədən 8 vur 8 qalıb da, yəni 64 qalıb. Şöyle bu misalda həll edərkən biz burada xırdalamalar eləməliyik də. Yəni 64-ü 2 üstü 6 yazıram. 6 ilə 12 ixtisar gedir. 2 böl kök 2 qalır. 2 2 üstü 1 deməkdir. Kök 2 2 üstü 2-də 1 deməkdir. Bölmə olduqda əsas qalır, qüvvətlər çıxılır. 2 üstü 2-də 1. Bu da neçə eləyir? Kök 2. Mən indi burada sizə bəzi şeylər deməliyim. Demək, kökün dərəcəsi m-dir. A üstü n varsa, demək, bunu qüvvət kimi yazmaq üçün m dərəcə gəlir məxrəcə, a-nın üstü n-də isə sürətə yazılır. Məsələn, tutaq ki, kök 3-ü
Desəm ki, qüvvət kimi yaz. 3 yazırsan, kəsir çəkirsən. Burada heç nə yazılmayanda bilirsiniz ki, bu 2 deməkdir. 2-ni yazırsan. Surətdə isə ədədin üstündə 3-ün üstünə heç nə yazılmayıbsa 1 yazırıq. Yuxarıdakı misalda çöçətdə 2 var idi. 2-ni yazdıq, kəsir çəkirsən. Dərəcə 2 olduğu üçün bu 2-ni yazsan, heç nə yoxdur üstündə 1 deməkdir. 2 üstü 2-də 1 olur. Yaxşı, keçək 6-cı sualı bir dənə izah edeyim sizə. A 4-cü dərəcədən A vurulsun 8-ci dərəcədən A. Gördüyün kimi 2 var, 4 var. Oldu 8. A-yı sal kökün içinə. Dərəcə 4-də axı. A içəri girdi, A üstü 4 oldu. Bir dənə də A onsuzda var idi. Vur 8-ci dərəcədən A. Köklərin dərəcəsi 8-dir. Ona görə bütöv bir 8 yazırıq. İçlərini vururuq. Vurma olanda uşaqlar üstlər toplanılırdı, bilirsiniz ki. Bu 1-dir, bu da 1-dir. 4, 1, 1 toplayırsınız. A üstü 6 elədi. Kökün dərəcələrindən bu qüvvət ixtisar gedir. 4-cü dərəcədən A üstü 3. Burada dediyim qaydaya əsasən A qalır, kəsir çəkirsən. 4 aşağı, 3 yuxarı yaza bilərsiniz. Sonra gəlin 9-cu sualımıza baxaq. 9. Demək 6 üstü 2-də 1 vurulsun 4 üstü 4-də 3. Qüvvət misallarını həll edərkən uşaqlar ya əsaslar eyni olmalıdır, ya da qüvvətlər biz nəsə eləyək. Hələ ki, nə əsaslar eynidir, nə qüvvət. Vur 4 üstü -4-də 1. Aha, düzəldi işimiz. İkisi də əsası 4-dür. 6 üstü 2-də 1 olduğu kimi saxlayırsınız. Əsaslar eyni olduqda əsas qalır. Bilirsiniz ki, vurmada üstlər toplanılır, düzdür? İndi 4-də 3-ün üstünə -4-də 1 gəlsə, kənarda hesablayıram. 1 müsbət 1 mənfi onda çıxılacaq, 4-də 2 eləyəcək. 4-də 2-də 2-də 1 demək deyil. Ona görə 4 üstü 2-də 1 yazıram. İndi baxıram ki, əsasların biri 6-dır, biri 4-də heç nə eləyə bilmərəm. Amma qüvvətlərə bax, ikisi də 2-də 1-dir. Demək, qüvvətlər eyni olanda nə edirlər uşaqlar? Bu 6-nı 4-ə vurursunuz. 24 qüvvəti olduğu kimi saxlayırıq. Çoxuz 6-nı 4-ə vurursunuz. 24 üstlərdə başlayırsınız toplamağa. Sonra uşaqlar bunu bayaq dedikdə, bura məxrəcdə 2 olan gəlir kökün dərəcəsinə, yəni 2-ci dərəcədən 24 olur. 24 də burada 2-ni yazmağım ayıbdır, sadəcə başa düşməyi üstün edirəm. 24 4 vurulsun 6-dır. 4-dən neçə çıxır? 2, 6 da qalır içəridə. Qüvvəti buradan izah edeyim bir daha sizə. A üstü M vurulsun A üstü N olarsa, əsas qalır, üstlər toplanılır. Amma A üstü M B üstü M olarsa, bayaq yazdığım kimi, A'yı B'yə vurursunuz, M olduğu kimi qalacaq. Gəlin indi 11-ci sualımıza izah edəyək. 11-də uşaqlar, əlimdə var 4-cü dərəcədən 5. Pi üstü 0, 3-cü dərəcədən 5 vurulsun 25 üstündə 24-də 13, tamam. Demək, birinci bayaqdan neçə dəfə demişəm, 5-i yazırıq, kəsir çəkirik. Kök altındakı bu 4 gəlir məxrəcə. 5-in üstündə heç nə olmayanda bu 1 deməkdir. O 1 gəlir surətə. Bu qaydadır uşaqlar, əzbərləyin. Üstü 0 olan cəmiyyətlər həmişə bizə 1 verir. Demək, bu bizə 1 verir deyə bundan işin yoxdur. Yenə 5-i yazıram, kəsir çəkirəm. Kökün dərəcəsini isə də 3. 3-ü yazırsan aşağıda. 5-in üstündə heç nə yoxdur, o 1 deməkdir, 1-i qoyursan yuxarı, vuraq. Sonra gəlirik bu hissəyə, bu 25-dir. Sən bilirsən ki, 25 5-in kvadratıdır, üstündə 24-də 13 var. Qüvvətdən keçibsən ki, mötərizə olanda burada vurma olur. Vurma varsa, təbii ki, 2 ilə 24 xüsusiyyəcə 12. Oldu 5 üstündə 12-də 13. Sonra oldu çox sadə bir misal. Əsaslara fikir ver, 5-dir. 5-dir, 5-dir. Əsaslar eyni olduqda əsas saxlayırdıq. Kəsir xətti bölmədir axı, bölmə olanda çıxılır qüvvətləri. 4-də 1-dən 3-də 1-in çıxırsan, sonra burada vurma var, görürsünüz. Vurma olanda üstə gəlirik, 12-də 13. Bu da 5 üstü 12-də 12 eləyir. Özünüz hesablayın, baxın. Bu da 5 üstü 1, cavabımız neçə olacaq? 5 olacaq. Yaxşı, indi gəlin 12-ci sualımıza baxaq, 12. A sıfırdan kiçikdir. 4-cü dərəcədən 243, A üstü 6, B üstü 5. İndi mən sizə burada bəzi şeylər izah eləməliyəm. Demək, məsələn, kök adda A-nın kvadratı var. Kökün dərəcəsi gördüyün kimi 2-dir.
2 ilə bu 2-ni ixtisar edirsiniz, modulda A yazmalısınız. Kubdur, A kubdur. İxtisar gedirsə sadəcə A olaraq qalır. Yəni, tək dərəcələr modulda çıxır, tək dərəcələr modulsuz çıxır, cüt dərəcələr modulda çıxır. Və yaxud da ki, məsələn, tutaq ki, A üstü 4-dür. İkinci dərəcə ilə ixtisar gedir, A üstü 2 olur. Bu onsuz da üstü 2-dir də, cüt ədəddir də. Yəni, bunu mən bir də modula niyə yazım ki? Deməli, əgər demək bir dəfə deyirik ki, cüt dərəcələr modulda çıxır, hamınız elə edirsiniz. Amma ixtisar etdikdən sonra əgər üstü cüt ədəddirsə, onu da modula ehtiyacı yoxdur. Məsələn, tutaq ki, A üstü 6-dır. 6 ilə bu 2 ixtisar edəndə A üstü 3 eləmir. 3 tək rəqəm daxı mütləq bunu modulda yazmalısan. Amma cütdürsə yox. İndi bura fikir verək. Dərəcə 4 olduğu üçün 243 belə vuruqlara ayıraq. Bunu yazıram. 81 vurulsun 3. A üstü 6-nı A üstü 4 vur A üstü 2. Niyə A üstü 4 yazıram? Dərəcə 4-də axı ixtisar etsin. B üstü 5-dən aşağı B üstü 4 vur B üstü 1 yazıram bunu. Sonra uşaqlar tək-tək kök çıxardırıq. 81 4-cü dərəcəni 3 eləyir. Çünki 3-ü 4 dəfə vuranda bir-birinə 81 eləyir. Kök altında 4-cü dərəcəni saxlayır. Bax, bu 3-dən heç nə çıxmaz təkdir. Ona görə qalsın içəridə. A üstü 4-ə fikir ver. Bunun dərəcəsi 4-dür. 4 ilə ixtisar gedir. Nə çıxır? A çıxır. Aha. Cüt dərəcədə axı. Bunu mütləq modulda yazmalısan. Amma A kvadrat bu 4 ilə ixtisarca getmir də. Yəni kökdən azad oluna bilmir. Qalır kökün içində. Çünki 4-dən balacadır. Keçdik B üstü 4-ə baxırıq indi. B üstü 4-ün üstündəki 4 ilə kök gedir, B qalır. Yenə bunu mütləq modulda yazırıq. Amma B-in özü təkdir deyə içəridə qaldı. Demək, misalım belə oldu. 3 modulda A, modulda B, 3 vurasın, 3 A kvadrat B. A sıfırdan kiçikdir, görürsünüz. Demək, onda bu mənfi 3A olacaq. İndi deyəsiniz ki, müəlliməm, və B-yi niyə işarəsini verməyibdir? B-nə nə bilək müsbətdir ya mənfidir? Siz indi burada baxmalısınız. Kökün içində burada B var, görürsünüz. A kvadrat onsuz müsbətdir, 3 də müsbətdir. Demək, B də müsbət olmalıdır ki, bu kökün içində bu yazı otura bilsin də, belə deyim sizə lori dildə. Demək, onda biz bildik ki, B-imiz müsbətdir. Ona görə bu B olduğu kimi çıxır. 3 A kvadrat B də qalır. Cavabımız budur. Yaxşı, indi gəlin 13-ü mən tez-tez izah edeyim sizə. 13. A sıfırdan kiçikdir. 4-cü dərəcədən 16, A üstü 6, B üstü 5. Tamam, dərəcəmiz 4-dür. Ona görə 16-nı yazıram, 2 üstü 4. A üstü 6-nı yazıram, A üstü 4 vur A kvadrat. B üstü 5 yazıram, B üstü 4 vurulsun B. İndi isə kökdən tək-tək çıxardırıq. 2 üstü 4 ilə bu getdi, 2 qaldı. A üstü 4 ilə bu gedəcək, A qalacaq da. Yəni, başa tez-tez sağıram. A kvadrat ixtisar getmir, qaldı. B üstü 4 ilə getdi, B çıxdı. B də tək qaldı. Amma burada bunlar mütləq neyinidir? Modulda yazırıq. Sonra bizə deyir ki, A sıfırdan kiçikdir. Demək, bu moduldakı A-nın qarşısına mənfini atdıq. B-yə də dediyim kimi, bayaqki kimi A kvadrat onsuz müsbətdir. B də müsbət olmalıdır. Ona görə heç bir işarə atmırsan, A kvadrat B qalır. Yaxşı. Gəlin indi 15-ci suala baxaq. 2, 3-cü dərəcədən mənfi 3,8-də 3. Üstə gəl 3 vurulsun, 4-cü dərəcədən 81-də 1. Şola mütləq 2 vur, qarışıq kəsirlər çevirməlisiz. 8-də 27 eləyir. Dərəcə 3-dürsə, yəni fikirləş görə nəyi 3 dəfə vuranda 8 eləyir? Mənfi 2-ni. Nəyi 3 dəfə vuranda 27 eləyir? 3-ü. Üstə gəl 3 vur. 4-cü dərəcədən 81, yəni nəyi 4 dəfə vuranda 81 eləyəcək? Təbii ki, 3-ü. Buradan uşaqlar 2-lər ixtisar gedir, mənfi 3. Üstə gəl, 3-lər ixtisar gedir 1. Mənfi 3-ün üstə 1-ci elədi, neçə elədi? Mənfi 2. 17-ci sualımıza baxaq. 17-ci sualda 1-ci. 4-cü dərəcədən 2 üstə gəl, kök 5-in kvadratı. Uşaqlar gördüyünüz kimi bu 2 ilə bu 4 ixtisar gedir. Burada qalır 2-ci dərəcədən 2 plus kök 5. Amma gördüyünüz kimi kök 6 yoxdur. Demək, birincini səhv deyiblər bizdə. İkinci misalda 3-cü dərəcədən 2 minus kök 5-in kubu var. Kubla kök gedir, 2 minus kök 5 eləyir. Burada nəyi səhv eləyirsiniz? 3-cü dərəcədən 2 minus kök 5-in kubudur. Deyirsiniz 3-lər getdi,
Kök hatta 2 minus kök 5 qaldı. Bu ayıbdır. Bura 3 yazıblarsa demək bu kökçü var ha, bu 3 deməkdir özünü. Ta bu kökün özü rəqəm yazılmayanda 2 deməkdir. Rəqəm yazılıbsa ta o 3 olur. Tamam, bunu da yəqin ki inşallah başa düşdünüz. Bir də uşaqlar fikir verin, dərəcə tək olduğu üçün ixtisar eləyirəm, nə varsa onu çıxardırsınız. Yəni yer dəyişməzə də eləyə bilmərsiniz. Ancaq cütlərdə elə olur. 5-ci dərəcədə -32 dərəcə tək olduğu üçün içinə mənfi ədəd yazıla bilir. -32 2-ni 5 dəfə vuranda olur da bilirsiniz. Ona görə buradan da -2 çıxır. Bu da doğrudur. Demək doğru cavab 2 və 3 olacaq. Keçdik 19-cu suala. 5 üstü kök 5 plus kök 3. Burada da kök 3 minus kök 5 var. Yenə dediyim kimi mən bu videonu zəif uşaqlar üçün belə zəif uşaqlar üçün çəkirəm də əsas ona görə bu qədər xırdalayıram hər şeyi. Demək müxtəsər vurma düsturları vardı. A plus B bir də A minus B. Bu düsturun açılışı A kvadrat minus B kvadratdır. Düzdür? Bu düsturu hamı bilmək zorundadır. Mən də sizə həmişə demişəm ki, toplamada yerdəşmə qanunu var deyə çox vaxt A plus B-in B plus A yazırlar, siz də səhvlik eləyirsiniz. Ona görə nə vaxt ki bir toplama bir çıxma görürsünüzsə, sizə demişəm ki, məsələn, tutaq ki, x plus 3 və x minus 3 varsa, plusa heç vaxt fikir verməyin. Tez bunların üstünə kvadratı qoyun. X kvadrat minus 9'u yazın. Və yaxud da ki, belə deyək sizə, 7 plus x var, bir də x minus 7 var. Yenə toplamaya baxmırsınız, bura kvadratları qoyursunuz. X kvadrat minus 49, fiso, açdıq. İndi həmin qaydamızı bura tətbiq edirik. 5 qalır. Yuxarıda gördüyün kimi bir toplama bir çıxma var. Toplamanı sildin. Bunların üstünə kvadratı qoyursan. Kök 3'ün kvadratı 3'tür. Kök 5'in kvadratı 5'dir. 5'in üstü -2. Bu qaydadır. Üstü mənfi olan ədədlər ədədin tərsini çevirmək deməkdir. Yəni, məsələn, A üstü -1 varsa, demək A-nın tərsini götürəsən, A da 1 eləyəsən. Burada da birinci 5'in kvadratına baxsın. 5'in kvadratı 25 eləmir. Qarşısında mənfi var deyə 25'də 1 eləyir. Çoxuz deyirsiniz -25'də 1. Mənfi olsun onun qabağına yazarlar. Üstə yerilibdirsə o tərs çevirmək deməkdir. Məsələn, tutaq ki 5'də 3'ün üstündə -2 verilibdirsə, sən birinci 5'də 3'ün kvadratını tap, 25'də 9. Sonra onun tərsini götür, 9'da 25 yaz. Məsələn, 3 üstü -3 desə, birinci 3'ün kubunu tapırsan 27, üstündə mənfi var deyə 27'də 1 olur. Da -27 olmur. 21-ci suala baxaq. 2 kök hatta 2 0.5. Nə edirsiniz? İçini salıb kökün içinə də hesablaya bilərik. Elə hesablayaq, elə eləyək. Bu içini salaq kökün içinə. Kök hatta 2 içəri girəndə 4, 2'yə vurduq 8. Aşağıda da 0.5'imiz var. Hələ ki böyük kökünə işim yoxdur. Böyük kök qalır. Burada kiçik kökdəsə. İndi 8'i 0.5'ə böləndə uşaqlar 10'a vururam. Bu olur 80, bu da olur 5. 80'i də 5'ə bölsən eləyir 16. Sonra kök 16'dan 4 çıxır. Bir də kök hatta 4. 4'dən də neçə çıxdı? 2 çıxdı. Başqa əldə də var, amma bu asandır, rahatdır. 23'ə bax. Misal köçürtmürəm. Əsaslara fikir ver. -7'dir möhtəzələrin içi hamısı. -7'ni saxlayırsan. Vurma olduqda üstlər toplanılır. Yəni 3n plus 2'in üstünə 2n plus 1'in gəlsən. Məxrəcə bax. Məxrəcə də -7'dir. Saxlayırsan. 1 minusunu üstə gəl 6'nı yazırsan. Sonra -7 qalır. 3 n ilə 2 n'ı toplayırsan 5 n, üstə gəl 2 ilə də 1'i toplayırsan 3. -7 üstü 1 qalır. 6 n var. Burada da mənfi var. 6'dan mənfisini çıxırsan deyə 5 n olur. Bərabərdir. Bölmə olanda bilirsiniz ki, əsas qalır. -7 qalır. Üstlər çıxılır. Üstlər çıxılmasını burada yazıram, qəşəng görəsən. Bax, minus 1 plus 5'in. Birinci qalır. Çıxaq. Qarşıda mənfi olanda işarə dəyişməlidir. 1 minus 5'in getdi. 3'dən 1'in çıxdın 2. -7'in kvadratı eləyir müsbət 49. 24-cü suala bax. 24-cü sualda doğru cavab Y bəndidir. M'dir, n'iniz dərəcədən A'dır. Bayaq qaydada izah eləmişdim ki, M'i N'ə vurub A yazmaq lazımdır. Orada toplayıblar.
26-cı suala baxaq. 26-da uşaqlar 2, 0 və 1 arasıdır. A bəndi x kubdur, B bəndi kök adda x-dir, C bəndi x-dir, D 5-ci dərəcədən x-dir, Y də 3-cü dərəcədən x-dir. Bunu belə deyim mən. Məsələn, çox adam 0 ilə 1-in arası, məsələn, tutaq ki, 0.1 qoyur, gətirir bunları 0.1-in kubu, sonra kök adda 0.1, bu tək 0.1, sonra 5-ci dərəcədən 0.1. Mən burada 5-ci dərəcədən 0.1-dən nə bilim neçə çıxır. Ona görə belə eləyəcəm. Mənə verilən şərtdə yox, bu şərtin tərsinə. Yəni 0, 1 yox, 1-dən böyük bir ədəd götürəcəm. Özdə çalışın elə bir ədəd götürəsiniz ki, elə bir ədəd götürəsiniz ki, heç olmasa bu köklərin birindən çıxsın, nəsə rahat olasın. Məsələn, mən deyək ki, burada kök adda x var, burada da 3-cü dərəcədən x var. Elə bir ədəd fikirləşirəm ki, həm kök altından çıxım, həm 3-cü dərəcədən mən bunu çıxarda bilim. Məsələn, 64 götürürəm. Tutaq ki, x-i 64 götürdüm. A bəndə olur 64-ün kubu. B bəndə olur kök adda 64, yəni 8. C bəndə ilə 64-ün özünü götürmüşəm. Bu 5-ci dərəcədən 64-dür. Bunu belə fikirləşirsən ki, məsələn, hansı bir ədəd, məsələn, deyək ki, 1-i 5 dəfə vursan, bir-birinə 1. 2-ni 5 dəfə vuranda 32 eləyir. 3-ü 5 dəfə vuranda 243 olur, yəni 64-də aşır. Demək, bunun tam hissəsi 2 tam neçədir? Sonra 3-cü dərəcədən 64 eləyəndə, nəyi 3 dəfə vuranda 64 eləyir? 4. Tapdın? Demək, sən gördüyün kimi 64-ün kubu ən böyükdür da normalda. Ən böyük budur. Bu da nəyimizdir bizim? Ən kiçiyimiz. Amma və bizə demişdi ki, x-imiz 0 ilə 1 arası olsun. Axı mən götürdüm, tamam tərs bir şey götürdüm də ədəd. Yəni 0, 1 yox, 1-dən böyük ədəd götürdüm. Ona görə də tabandan sonra cavablarımı dəyişəcəm. Demək, onda bu olacaq. Ən kiçik. Ən kiçik də olacaq nə? Ən böyük. İndi söz baxıram, görüm nəyi soruşub məndən. Deyə ən kiçiyi tap. Demək, ən kiçik hansıymış? A bəndiymiş. Kim necə istəyir elə öyrənsin. Mənə bu rahatdır deyə mən bundan öyrədirəm. Keçək 27-ci suala. 5-ci dərəcədən a kvadrat kök altda a. Burada da a üstü -1/5 var. Birinci uşaqlar kökün dərəcələrinə baxın. 5 ilə 2 var, görürsünüz? 10-cu dərəcəni yazdıq. Sonra neyniyəsən? Bu a kvadratını salasan kökün içinə. Dərəcəsi 2 olduğu üçün a kvadrat içəri girəndə a üstü 4 olur. Bir dənə də a içəridə var deyə oldu a üstü 5. Bu qalsın olduğu kimi. Bayaqdan neçə dəfə demişəm ki, a qalır, qüvvətdəki bu 10 düşür məxrəcə, 5-i də yazırsan sürətə. Yəni, a üstü 0.5 deməkdir. Burada da a üstü -1/5 onsuz da qalır. Bölmə olduqda a qalır. 0.5 minus -1/5 olmur. Bu da mənfi ilə toqquşur. A üstü neçə eləyir? 2. Bəsəlam. Yaxşı. 29-cu suala baxaq. 4-cü dərəcədən 4, üstə gəl, 6-cı dərəcədən 8, minus 8-ci dərəcədən 16. 4-cü dərəcədən 4-ü yazıram 2-nin kvadratı. 6-cı dərəcədən bunu yazıram 2-nin kubu. Bunu da yazdım 2 üstü 4. Sonra uşaqlar 4 ilə bu 2 ixtisar gedir, kök adda 2. 6 ilə 3 gedir, yenə kök adda 2. 8 ilə 4 də gedir, kök 2. Biri müsbət, biri mənfidir, islah gedir, cavab olur kök 2. 31-ci suala baxın. Deyir ki, uşaqlar, hansı mənası yoxdur? Birinci, mən sizə nəyi öyrətməliyəm? Biz bilirik ki, tək dərəcəli köklərin içi mənfi də olar, müsbət də olar, 0 da olur. Ona görə demək, tək dərəcələrə heç vaxt baxmayın. A variantını sildim. Sonra, hansını siləcəm? D-yi silirəm, çünki dərəcəsi 3-dür. Bir də hansını siləsən? C bəndini. Bunlara heç vaxt baxmayasın, çünki bunların dərəcəsi tək olduğu üçün həmişə bütün qiymətlərdə ödəyir. Sənin burada qorxduğun bir B bəndidir, bir də Y bəndi. B bəndi 6-cı dərəcədə mənfi 3-ün kubudur. Sən 6-cı dərəcədə mənfi 27 ilə bir yazıbsan. Y bəndində isə 7 bu qarışdırdım deyəsən. Üzrü sayın variantları yerini deyəsən səhv eləmişəm. Yox, Y bəndidir, düzdür. 4-cü dərəcədən mənfi 3-ün kvadratıdır. Tamam, bu da 4-cü dərəcədən. Mənfi 3-ün kvadratda müsbət 9 eləmir. Demək, dərəcə 4-dür, içi müsbətdir olur.
Amma B bəndində dərəcə 6-dır, cüt dərəcədir. Yəni içinə mənfi ədəd yazıla bilməz. Ona görə mənası yoxdur. Qısaca deyirəm bir daha. Tək dərəcələrin içində mənfi, müsbət 0 ola bilər. Amma cüt dərəcələrdə heç vaxt mənfi ola bilməz. Keçdik 33-ə. 33. Demək 5 tam onda 3 A üstü 7. Vur mənfi B üstü mənfi 13. Vur kök altda 53, burada 10, A üstü mənfi 3, B üstü 6-ın kvadratı. Mənlə bərabər işdə. Demək 5 onda 3 A üstü 7 qalır. Uşaqlar burada mənfi var. Görürsünüz, mötərizənin üstündə 13 olduğu üçün tək rəqəmdə axı. Onun mənfisini salıram qarşıya. Bir balaca sayda görsəniz deyə. Mənfi 13-ü saxlayıram. 13-dür, 1 onda 3-dür. 13-dür. 13-ü yazdıq. Bildiysə bu mənfisini atdım qarşıya. Vuraq. İndi bura baxırıq. Burada gördüyün kimi bir dənə kvadrat var. Kvadratla kök ixtisar gedir. 53-də 10 qalır. A üstü bu mənfi 3 daxı mötərizənin üstünə kvadrat olduğu üçün vurulur. Mənfi 6 eləyir. B üstü 6-nı da 2-yə vurursunuz 12. Uşaqlar bununla bu tərs ədəddirlər. Mənfini yazdım A üstü. İndi A üstü 7 ilə A üstü mənfi 6-da. A üstü 7-dən 6-sını çıxırsan 1. B üstü mənfi 13-dən 12-dir. 13-dən 12-sini çıxırsan mənfi 1. Mənfi A qaldı. Bayaq dedim axı, üstü mənfi olanda tərsinə çevrilir. Yəni B düşəcək aşağı. Yaxşı, indi gəlin 34-cü suala baxaq. Yəni çox asan bir sualdır. Demək 17-nin kvadratı üstündə 0. Çıx 2 üstü mənfi 2 vurulsun. 64 üstü 3-də 2 köçürt misalı sən özün. Vur 32 üstə gəl. 0-dan 1000-də 1 üstü mənfi 3-də 1. Tamam, başlayaq. Deməli, uşaqlar üstündə burada mötərizə olduqda vurulur. 2-ni 0-a vuranda 0 eləyir. Bu 17 üstü 0 elədi. Üstü 0 olan cəmiyyətlər bizə 1 verir. Minus. Sonra keçdik bu hissəyə. 2 üstü mənfi 2. 2-nin kvadratı 4-dür. Mənfi 2 olduğuna görə 4-də 1 yazırıq. Tərsi vur. İndi 64 üstündə 3-də 2-ni burada kənarda hesablayıram. Bax. Demək, məxrəcdə 3 olduğu üçün 64-ü yazıram 4-ün kvadratı. 4-ün kubu. Üstündə 3-də 2-ni yazdım. 3 ilə 3 ixtisar getdi. Qaldı 4-ün kvadratı 16. Gördünüz? Məxrəc nədirsə ona uyğun xırdalayın. 16. Çıx. İndi gəlin bu hissəni öyrədim burada. 8 üstü mənfi 3-də 4. Çevirdim düzgün olmayacaq. İndi yenə məxrəcə baxıram 3 olduğu üçün 8-i yazıram 2-nin kubu. Üstündə mənfi 3-də 4. 3-lər ixtisar getdi. 2 üstü mənfi 4. 2 üstü 4 16-dır. Mənfisi var deyə 16-da 1. Vuraq 32. Üstə gəl. Bu hissəyə bax. Bunu yazıram 0-10-da 1-in kubu. Mənfi 3-də 1. 3-lər ixtisar getdi. Qaldı 0-10-da 1-in üstü mənfi 1. 0-10-da 1, 10-da 1 deyil. Mənfisi var deyə neçə verəcək? 10 verir. Qalanları sildim. İndi bax, bərabərdir. 1 minus 16 ilə 4 ixtisar getdi, 4. Çıx. 32 ilə 16 getdi, 2. Üstə gəl 10. Qalanı sənlikdir. Yaxşı. 36-nı bayaq izah elədim. 0 ilə 1 arası yox. Sən 1-dən böyük bir ədəd gətir qoy. Məsələn, tutaq ki, 64-dür yenə. Apar qoy yerinə, hesabla. İndi 37-yə baxaq. A bəndi 0-10-da 6 üstü 4-də 1-dir. B bəndi 0-10-da 6 üstü 6-da 1-dir. C 0-10-da 6 üstü 5-də 1-dir. D-miz 0-10-da 6 üstü 7-də 1. Y bəndi də 0-10-da 6 üstü 3-də 1-dir. Yenə uşaqlar 0-10-da 6 azalandı da. İndi loqaritmanı da keçəsiz. Orada da demişik 0-1 arası əsas olursa azalan olur. Birdən yuxarı olarsa üslü funksiyalarda da artan olur. Demək, birdən yuxarıda artan, 0-dan 1 arasında azalan olur. İndi mən 0-10-da 6 çətin olduğu üçün, yəni 6-ya çevirəm bunları. 6 üstü 4-də 1 yazıram. Yəni 4-ün üzərindən 6 deməkdir, düzdür? Bu 6 üstü 6-da 1, yəni 6-ın üzərindən 6-da. Bu 6 üstü 5-də 1-dir. Məndən bərabər sən də yaz, 5-in üzərindən 6-dır.
Bu 6 üstü 7'də 1 olsa, bu da 7-ci dərəcədən 6-dır. Bu da 6 3-də 1-dir, bu da 3-cü dərəcədən 6. Sən də bilirsən ki, kökün dərəcəsi nə qədər çox olsa, ədəd kiçiləcək də. Məsələn, tutaq ki, kök hətta 64, dərəcə 2-dir, 8 çıxır. Məsələn, 3-cü dərəcədən 64 olsa, bu 4-ə gəlir. 6-cı dərəcədən 64 olanda 2 olur. Yəni, dərəcə artıqca ədədimiz kiçilir. Ona görə baxırsınız ki, demək, burada dərəcəsi artıq olan 7-dir. Demək, burada ən kiçik olur. Ən kiçik 3-cü dərəcə olanda nə olacaq uşaqlarım? Ən böyük olacaq. Belə. Əgər 6 olsaydı, düzdür? Mən misalı dəyişmişəm axı. Mənim misalım 0.6 idi. Nə edirdik belə olanda? Yerini dəyişirik. Bu zaman bu olacaq ən kiçik, bu olacaq ən böyük. Aha. İndi varianta baxırıq. Bizdən ən böyük soruşduğuna görə hansını götürsünüz? D-bəndini götürsünüz. Yaxşı. 38-ə baxaq. 38. A bərabərdir 2-də 1-in üstü 2-də 1. B bərabərdir 3-də 1-in üstü 3-də 1-dir. C-də yenə 2-də 1-in üstü 2-də 1 vurulsun 3-də 1-in üstü 3-də 1. Uşaqlar, kök altı kəsirlərdən azad ola bilərəm də. Düz deyir, elə bir rəqəm tapaq ki, kəsirdən rahat işim qutarsın da, asan olsun. Belə deyim sizə. Bunun üstü 2-də 1-dir, bu birin üstü 3-də 1-dir. Ortaq 6 olduğu üçün elə bunu 6-cı dərəcəyə yüksəldirəm. Bunu 6-ya vursam, 6 ilə 2 gedəcək, 2-də 1-in kubu olacaq. Yəni 8-də 1 olacaq. İndi bunu da 6-ya yüksəltməliyəm də. Bu zamanda burada vurma var deyə 6 ilə 3 gedir. 3-də 1-in kvadratı olur. Bu neçə oldu? 9-da 1. Bunu indi 6-ya vuranda yuxarıda onsuz hesaplamışam ki, 2-də 1 üstü 2-də 1 bu deyil. Yəni, birbaşa yazıram 8-də 1, o biri də bu hissədir. 9-da 1. Bu da oldu 72-də 1. Fikir ver, sürətlərin hamısı 1-dir. Sürətlər eyni olanda məxrəci kiçik olan böyük olurdu. A, B-dən böyükdür, B-də nədən böyükdür? C-dən. Keçdik 40-cı suala. 40. 2, 6-cı dərəcədən A üstü 6. Üstə gəl. 5-ci dərəcədən A üstü 5 minus A kvadrat. Neçə dəfələrlə demişik ki, cüt dərəcələri ixtisar edirsənsə modulda yaz. Üstə gəl. 5-lər getdi, sadəcə A olacaq modulsuz. Çünki niyə? Tək dərəcədir. A minus 2 ilə 2 gedir. Cütdə axı burada. Ona görə bunu modulda yazırsınız. Sonra uşaqlar, bizə şərt veribdir ki, A sıfırdan kiçikdir. Bu şərtlər ancaq modullara aiddir. Demək, modul olanların qarşısına mənfi atasısa, mənfi 2A, müsbət A olduğu kimi qalır, buna toxunmursuz. Bu da moduldadır, görürsünüz. Mənfi var, mənfi atırıq deyə bir daha A olur. A ilə A toplayırsan 2A, mənfi 2A da getdi, cavabımız neçə olur? 0. Şərtlər ancaq modullara aiddir. Əgər A sıfırdan kiçik deyibsə, demək modul olanların qarşısına mənfi atın. 42-yə baxaq. A bərabərdir 3-cü dərəcədən 4-dür. B bərabərdir 4-cü dərəcədən 6-dır. C-miz də 12-ci dərəcədən 280-dir. Uşaqlar, kökün dərəcələri fərqlidirsə, mütləq eyni kök dərəcəyə gətirməliyik ki, biz bunları müqayisə edək. 3-ə, 4-ə, 12-yə ortaq 12 olduğu üçün bunu 12-ci dərəcəyə gətiririk. Gördüyün kimi bunun dərəcəsi 3-dür. 4 dəfə artırsa, demək bu 4 üstü 4 olacaq. Yəni 12-ci dərəcədən 4-ü 4 dəfə vuranda 4-ün yorğunam deyə getmir. Yaxşı, 16 vur 16, 256. Tamam. Keçdik bu birinə. İndi dərəcə 4-dür, düzdür? 12-ci dərəcəyə qaldırmaq üçün bunu kuba yüksəltməliyik. Demək, onda içəri olacaq 6-ın kubu. Yəni 12-ci dərəcədən 216. Bu biri də onsuz da 12-ci dərəcədən 280-dir da. Dərəcələr eynidirsə, Fisoda içi böyük olan böyükdür, kiçik olan da kiçikdir. Demək, onda ən kiçiyimiz B-dir, sonra A-dır, sonra hansıdır? C-dir. Gəlin 44-cü sualımızı da izah edək. A sıfırdan kiçikdir. Uşaqlar, A kvadrat, bu yazım istədim şifahi eləyəm. Yaxşı, 3-cü dərəcədən yazılı yazım, tam başa düşün. Sən də köçürt məndən bərabər. 99 üstə gəl 100-cü dərəcədən A üstü 100. Tamam. İndi 2 idi. Bu da kökün dərəcəsi 2-dir. Cüt olduğu üçün modulda yaz.
Kublar getdi A qaldı. 4-lər gedir modulda çıxır. 5-lər təkdə A olaraq qalır. Mənfi 99 gedir A olaraq qalır. Cütlər gedir modulda qalır. Sonra şərtə dedik, baxırıq. A sıfırdan kiçik olanda nə edirik? Modul olandan qarşısına mənfi atırıq. Yenə deyirəm, ancaq modullara. O birlərlə işiniz yoxdur. İndi gördüyün kimi hamısı mənfi aldı. Mənfi olanda hamısını toplayıb mənfi yazmırdınız uşaqlar. İndi neçə dənə A var burada? Əsas məsələ ona bax. İndi fikir verin elə. 2-dən başlayıb 100-də qutarıb. Yəni burada birinci olan yoxdur da. Düz deyil. Demək 99 dənə A var da. Mənfi 99 A. 45. 3-cü dərəcədən 2, 6-cı dərəcədən A, bir də kökətdə 3. Yenə bayaqcından da 3 var, 6 var. Bunun da dərəcəsi 2-dir. Eyni dərəcəyə gətirsiniz, 6-ya gətirsiniz. İndi bunun dərəcəsi 3-də axı, 6 olması üçün kvadrata yüksəlməlidir. İçəri yanı 4 olur. 6-cı dərəcədən A qalır. Bu misalın dərəcəsi 2-dir. Bunu 6-ya qaldırmaq üçün kuba yüksəlir. 3-ün kubu neçə elədir? 27. Hamısından 6-cı dərəcəni silin. Demək 4 ilə 27 arasındadır. Yaxşı. Keçdik 46-cı suala. Uşaqlar 46-da mən sizə birinci nəyi öyrətməliyim? Mənfi ədəd üstü kəsir olmaz. Bunu hamı əzbər bilsin. Mənfi ədəd üstü kəsir olmaz. Kəsir olmaz. Aha. Yəni, məsələn, tutaq ki, mənfi 8 üstü 3-də 1 varsa, bunun mənası yoxdur, uşaqlar. Mənası yoxdur. Aha. 0-ın üstündə 3-də 1 varsa, mənası var. 0-ın üstü mənfi 3-də 1 varsa, mənası yoxdur. Yəni, 0-ın üstündə müsbət kəsir mənası vardır, mənfi kəsirin mənası yoxdur. Bunların hamısını əzbər bilməlisiniz. İndi A minus 2 üstü 3-də 1-dir. Görsən, 3-də 1-ə baxırsan, deyirsən ki, məsələn, tutaq ki, bu A minus 2 mənfi olar, müsbət olar, ya 0 olar. İndi sən də yuxarıda dedin ki, 0, məsələn, fikirləşirəm, bura 0 qoya bilərəm. Hə, çünki üstü 3-də 1-dir. Oldu. Sonra müsbət ədəd qoyaram, bəli, çünki müsbət ədəd. Mənfi olar, olmaz, çünki mənfi ədədin üstü kəsir olmur. Deməli, onda A minus 2 böyük bərabər 0-dan, A böyük bərabər 2-dən olacaq. İndi keçək məsələn 7 minus A üstü mənfi 3-də 1-ə baxıram. İndi bu hissəyə baxıram. Mənfi, müsbət 0. Yenə mənfi olar, olmaz. Çünki dedik ki, mənfi ədəd üstü 0 olmaz. Mənfi ədədin üstü kəsir olmur. 0 olar, olmaz. Niyə? Çünki bunun üstündə məsələn, mən bura 0 qoysam, bu 0 üstü mənfi 3-də 1 olar. Demək, onda 7 çıx A-nı böyükdür 0 eləyəsən. Mənfi A böyükdür mənfi 7-dən. 2 mənfi olduqda A kiçikdir 7-dən olur. Demək, bayaq almışdım A 2-dən böyük bərabər. İndi də A 7-dən kiçik. 2-dən böyük bərabər. 2, 3, 4, 5, neçə olur? 6. Qısaca bir də üstündən gedirəm. Əgər A minus 3 üstü, məsələn, tutaq ki, 4-də 1 var. Bir də A minus 3 üstü mənfi 4-də 1 var. Müsbət olanda A minus 3 böyük bərabər 0 olacaq. Mənfi olanda böyük 0 olacaq. Çünki dedikdə mənfi ədədin üstündə 0 olmur. Yaxşı. Bu belə. Bu da qaydaydı. Gəlin indi 47-ci sualımıza baxaq. Demək, 2 vurulsun 7 üstəgəl 4 kökətdə 3. Üstəgəl 7 minus kök 3. Uşaqlar, mən birinci sizə bunu izah eləməliyəm sonra. Demək, belə bir qayda var. A üstəgəl 2 kök B formasında olan köklərdən necə kök çıxardırıq da belə. Kökdən azad edirik. Demək, 2 ədəd seçəsiniz. Toplayanda A versin, vuranda B versin. Elə bir V teorem edirsiniz də, hələ yadda saxlayın. Sonra tapdığınız həmin ədədləri götürürsünüz, kök altında yazırsınız. Bu kökdən çıxartmaq olur. İndi mən sizə bunu başa salım. Necə? 7 üstəgəl 4. Demək, kökün içində 7 üstəgəl 4 kökətdə 3 var bizim misalımızda. Bunu yazırıq. 7 üstəgəl. Biz görürsünüz, düsturda burada 2 olmalıdır. Amma məndə neçədir? 4'dür. Ona görə bunu 2 vur 2 yazıram. İkisinin birini saxlayırsınız, o biri 2'ni sarsınız kökün içine. 4 vurduq 3'ə 12.
Sonra dediyim kimi seçmə yolu ilə toplayanda 7 eləsin, vuranda 12 eləsin. Təbii ki 4 ilə neçədir? 3-dür. Tapdığım ədədləri kökaltın içində yazırım. Qutardı. Demək bu 2 plus kök 3-dür. Demək 7 plus 4 kök 3-dən neçə çıxırmış? 2 plus kök 3. İndi yazıram. 2 vur. Bundan çıxdı 2 plus kök 3. Üstə gəl 7 minus kök 3 qalır. Sonra uşaqlar möhtərizəni açanda 2-ni 2-yə vururam 4, üstə gəl 2 kök 3. Üstə gəl 7 minus kök 3 qalır. Sonra baxırsan ki, bu da bayaqki bu düsturla əlaqəlidir. Görürsünüz, eyni özüdür. Yenə fikirləş görək, hələ hansı ədədlərdə toplayanda 4 eləyir, vuranda 3 eləyir. Hansılar oldu? 3 ilə 1, düzdür? Demək, indi 3 ilə 1-i kök altına yazacaq. Kök 3 üstə gəl, kök 3 plus 7 minus kök 3. Kök 3'lər getdi. Cavabımız neçə oldu? 8. Diqqətli olun uşaqlar bunlara.